Bu müşteriləri də yola sal. Hadi. Emalatxananı yığışdır buradan. Mən üçün elə burada da pis keçmir. Köçməyə 3 gün vaxt veririk biz. 3 gündən sonra bu meydan tərtəmiz olmalıdır. Biz deyəndə yəni kim? Yəni qəsəbənin sakinləri. Belədir. Birdən köçmədim. Onda necə? Onda emalatxananı partladarım. Yaxud da qəzetdə belə bir məqalə çıxar. Bu yeri sən qeyri-qanuni tutmusan. Bir də bilmək olmur. Emalatxana kimindir? Sənin yoxsa dövlətin? Şəxsi emalatxanaya daha çox oxşuyur. Al, bu da sənin pulların. Eybi yoxdur. Qalsın qulluğunda. Onu da bil ki, Mürsəl heç neyi unutmur. Nə yaxşılığı, nə pisliyi. Borclu borcunun sağlığını istər. İnşallah sorağımı eşidərsən. Bəsdir. Tutardı. O bağlara bir də ayaq basmayacağım. Başıma xeyir. Nə olub? Nə olacaq? Bilmirəm bu ceyiz zəhrimar hardan gəlib başımıza bəla oldu. Ayıbdır ana. Bunun nəyi ayıbdır? Adımın xatiməcə belə olub, neyniyək? Darıxma, özüm eləyərəm hər şeyi. Özüm. Nə qədər ki nəfəsim gəlib gedir. Yenə geyəcəksən bunu? Daha yox, qutardı. Onu da atım sandığa. Deyirdin, heç nə qazanmamışım. Bəs bu onluq nədir? Mənim deyil bu pul ana. Xeyr ola. Nəsə unutmuşsunuz burada? Yox. Gərək ki siz keçən dəfə mənim bu cibimdə nəsə unutmuşsunuz. Cibinizə heç nə qoymamışım. Deməli onu da atanız qoyub. Ata! Öz ayırd eləyim. Qazanmadığımı götürmürəm. Bilseydim xətrinizə deyəcək eləməzdim. Burada falan qədər vaxt çıxdırır, zəlləriniz qabar oldu. Doğrudan da xatirimə dəymək istəmirsinizsə, götürün pulunuzu. Qəribə adamdır. İş axtardığın nədir, pulu qaytardığın nədir?